Gəl burada düşsün. Vurursan buna extensions'a. Gəlsən yazsan Andromeda. Belə bir dənə extension gəlir. Vurdun üstünə. Gəlsən buradan seçirsən. Tak ki bunu seçdim. Məsələn, yox bu pis idi. Ən yaxşısı bu idi. Hə dedim. Yes. Deməli uşaqlar, bu gün mən sizə nə göstərəcəm? Buyurun. Nə? Olar hə? Nəsə qulansın. Qulaq asın cəmaət. Deməli uşaqlar, biz də semantik təkrar keçirlər. Aydın, həs. Ondan danışacağım. Sosial təşkilatlardır. Danışma mövzusu yoxdur. Nə? Hər şey. Deməli uşaqlar, gələk nəyə? Gələk bizim fontlarımıza. Fontlar saytda ən önəmli hissələrdən biridir. Deyin niyə? Ya deyin niyə? Niyə deyin? İlk fontlar saytın görünüşünü tamamilə dəyişən hissələrdir. Məsələn, onu nəyin üçün test edək? Məsələn, gəldik saytımıza bura. Mən gəlib buradan hamısına baxsam yazıya. Yazıya baxdım, düzdürmü? Standart formada yazı var. Gəlirəm CSS-nə baxıram. Vay aman. Yukarı dedim ben. Belə? Yukarı dedim yani o şeyler koddan içinde font verilir, font verilir. Harada düşün? Yukarı dedi, yukarı. Getdim. O var idi, bir tane yukarı dedim. Bir de bakın, ben font medium. Yo, o başqa şeydir, o başqa şeydir. Hə. Yaxınlaşdın amma o başqa şeydir. Font weight bold. Bu heç. Hiç sayfadiyə verilir, hə. Hə, uşaqlar. Bax, fontlar bizim saytın görünüşünü dəyişir. İnanmırsınız? Baxın bir dənə. Sayt görünən iyrənc olacaq, bax. Nə oldu? Görmədin? Bax, gəl göstərim. Məsələn, burada yazı var, düzdür? Gəl bir dənə səhifəni yeniləyək. Bax, yazıya fikir verirsiniz. Deyək bunlar. Hansı stildə yazılıb? Baxın indi. Nəyin şeydir? Ay solda, məsələ oldu da. Yaxşı. Bax, tutaq ki, səhvən bir dənə font seçmişim. Hansı mı? Məsələn bu. Sayt görünə bir şey görünür. Nəyə yaxşıdır? IT için daha yapmıştım. Əslində qəşəng oldu. Əslində orada yaxşı oldu. Şey deməli. Bold, strong yazının şeydir də. Nə edir? Yazılarda şeyin dəyişir, formalarını dəyişir də. Nice. İndi. Bax, tutaq ki, bir dənə başqa font verək. Məsələn, olsun Arial. Yox. Əli qalsın belə. Qəşəngdir belə. Nə oldu? Nəysə. İndi gəlin uşaqlar. Fontları biz CSS-dən necə istifadə edirik. Mən tutaq ki, bu elementi font vermək istəyirəm. H1'in font. Aha. Gəlirəm, ilk öncə nə yazıram sıfırlama kodunda? Ulduz, padding 0, padding 0, border style, box size, border size, border right, box sizing, border, box sizing yazılır. Sonra? Border radius. Yox, border box. İndi gəlirəm, hökürü müraciət edirəm, deyirəm color'ın red olsun. Niyə işləmir? Niyə işləmir? Niyə işləmir? Çünkü font sadece Ulduz verir. Yox. linkleri var. Nice. Algoritma problem. Böyle şey olur. İndi, mən bir yazıya font vermək üçün nə etməliyəm? İlk öncə gəlməliyəm, deməliyəm font family. Font ailəsi. Hansı font ailəsi məxsus olsun? Tutaq ki, Arial. Bax yazayım. Dəyişdir bu belə olur.
İşte bak bir de yaranmış şifre. Hadi font family olsun da. Fontu dəyişir də şrift də font. Öyle onu merak ettim. Bir məsələn belə oldu. Oy. Courier new. Biraz muhabbet edelim. Frankfurt. Müxtəlif şriftlər var. Evet. Şrift qoşmaq üçün font familydən istifadə edirik. Sonra biz gələk fontun digər özəlliklərinə. Var məsələn font size. Nədir? Yazın ölçüsü içində. Siz burada piksellə də yaza bilirsiniz. Remlə də yaza bilirsiniz. M-lə də yaza bilirsiniz. Hə. M də var, rem də var. Və bu formada yaza bilirsiniz. Large olsun, small olsun. Mən gəlib yazacağım 30 piksel. H1-ə. Biraz bazılaşdı. İndi deyirəm ki, bunun piksel olsun 10 piksel. Və məsələn, saytımız belədir də. 10 pikseldə belə. Ya o siz bir mantıkla yazmışsınız. Nasıl oldu konusunda? Şəkil də o. Yazı deyil. Bir piksel oynuyor. Bir piksel Yok. yoxdur, yox, var. Varın bu sıkıyorsun. Yəni kopyalayım. 0.5 piksel. 0.5. Olur. Nerede bir tane? Yazını kapamak 5. 5 mat versən gözlə tamam. Ceza. Hayır. Yok şimdi. Fuat. Siz yapmışsınız. Aydın oldu potlara qoşmaq. Yaxşı. Bax burada bir tutaq yazırıq. Arial. Düzdürmü? Arial yazdım. Amma ki bunun yanına vergül qoyula gedir belə. Nə deməkdir sizcə bu? Niyə belə yan-bayan burada 3 dənə font var? Bayram şeyler. Yaxşı, niyə bir yazıya 3 dənə font verim mən? Balolar da. Nə üçün ola bilər sizcə? Gəlin fikirləşin. Ben Ben form Ben ona koymasın işte. Mesela şey yazdım. Amma məsələn belə də düzdür. Qulaq silirəm. Dəyişdi. Yaxşı olan nə yazılır? Aynı şey yazdım. Ha. Ödüller koymasın işte. Yox, bunlar niyə yazılır bura? Araya bir işlem şekilde onlar. Niyə işləmişdir axı? Bilirsiniz nədir məsələ? Bax, tutaq ki, bu Arial fontunda problem çıxdı. Yaxşı anda hansı font olacaq? Vergüldən sonraki font gələcək. İkisi elə onu götürəcək, o heç. İkisi onu götürəcək. Əgər işləmirsə növbətiyə keçir. İşləmirsə o da növbətiyə keçir. Aha, oxşardır. O da məsələ. Başa düşdünüz? Sonra font family bildik. Font size bildik, ölçü üçündür. 45 piksel verirəm. Hə, oldu. Ya large veriyorum. Large veriyorum. 5. Ha, ben o. Bir də var larger. O da belə. Large yazmam. Elə pikseldən yaxşı. Bir də uşaqlar. Deməli, nə var? Fontumuzun ağırlığı, belə deyək. Yəni qalınlığı. Bu bizdən 100-dən 900-ə qədər dəyər gözləyir. Yazıram 900. Yazıram 100. Slotda arıq. 300. 300-də də heç nə olmur. Əslində olur, fərq olur. Prosta görünmür. Hə? 400. 500. Əslində olur. Yox, qalınlaşır qalmır. Aydın oldu mu font weight? Font weight'də də sözlə yaza bilirsiniz belə. Yox, light idi. Lighter. Var bold. Bir yana var bolder. Aydın oldu mu? Əla. Hatta orada bir de var. Haraya yazın? Bildirişim. Telefon gəlir. Telefon gəlir. Telefon geldi. Ha, Sporda geldi. 6.25 olacak. Bakın. buradan gəldi də görürlər.
Font size bildik, font weight bildik, font style bildik. Hə, bir də şöyle font style var. Font style nədir? Style'ını değiştir. Fontun stylını dəyişir. Var italik. İtalik olan nə olacaq belə? Bir də var oblique. Fərqi yoxdur italikdə. Bir də var normal. Normal olsun, normal qalır. Olur sol style. Necə? Burası var da. Əlavə edirlər ki, lazım olsa istifadə olunsun. Son görüşürüz. Hə. Bax, uşaqlar, tutaq ki, mən bir dənə saytda bir dənə font görmüşəm. O fontu heç yerdə tapa bilmirəm CSS-də. CSS-də tutaq ki, bəli. Başa düşmürəm. Az. Mutfaqçı. Arzularımı açma. Ay Allah. CSS-i düzəldən bunu görsəydi. Yaxşıdır. Xoşun gəlir? Heç açmayayım bəncə. Oğlum seni tenzil lazım mı? Hə. Fal mı yaptın? Yok Durum oluyor. Yaxşı, mən sizə ilk işlədiyim proyekti göstərərəm. İstəyirsiniz. O da fal demiş. Yok abi olmaz. Gəl baxaq. Var imiş. Amma Ben bir şey anlatmak Oğlum yakın vardı. Yazmış soru. nə var? İlk yazdığım proyekt. Yok bu Olmuştur. dokuzdu. Bak kim var? Ha. Ayrıldı. Nasıl istəyir ki? Hə, bir çiğ köftə yazılmışam sənə. Saytın özündəyəm də. Çiğ var mı? Şey var ondan. O ses.com.tr. Olsun sen. Hə. Bu play'de program var mı? Kimdədir proqramlar? Ben mesela çeşitler de boş. Hə. Savaş verək, hə. Ben Burası Türkiyə. Sırf Türkiyə üçün işləyir. sizin Azerbaycan'ın tapılır. Türkçe'de yoktu programlar. Tutalım, mənim uşaq vaxtı uşaq dostlarım çox idi Türkiyədən. Ona görə tapırdım bir şey. Sivyazlar var. Necə? Sağ olsun. Bakın o ne kadar adaptör böyle. Qalmışam, baxım. Ya koymayayım bak onun şeyleri. O olub mən lisensiya yazmışam. Mesela 2020-də. Fuat böyle. Doğan böyle sen. Doğan Fatih yaptı. Şu anda. Niyə hər şey Fuadın yaşına müqayisə edirsiniz? Sən neçə yazırsan? Neçə? Biraz şey yersən, hə? Ben de şimdi okudum. Hə, uşaqlar, bax, tutaq ki, mənim axtardığım font CSS-də yoxdur burada. Çünki burada limitlidir axı fontlar. Özür dilerim. Hə, font düzəldir məsələn. Burada limitlidir. Nədir? Yaxşı. Font style. Buradaydı o, Armeniyan, yoxsa hansındaydı? Font variantdaydı, yox. Yoxsa o list style'daydı, list style'daydı o, hə. List style, Armeniyan. Bir də var idi Georgian. Biri Gürcistan'dı. Ne abi niye bana? Lower Greek. Hə, elə bunu da axtarırdım. O başqa şey üçün, uşaqlar. Uşaqlar, o başqa şey üçündür, yox. O başqa şey üçündür, deyirəm də. Dirəkçi bəy, yox, yox. Həmin əlifbat, dəyişmədi əlifbat. Yalan deməyim mənim. Dirəkçi bəy. Bax, o bunundur, gəl göstər. Bax ki, bizim yox, bu eldə taglərimiz var. Saytına yazılıb Hello World.
Hello Hüseyin. O dedi. Kimin sabah? Ctrl Alt aşağı oxuyum sizə. Mən dayı bezdim onu deməkdən. Deməli uşaqlar, bax o nə üçündür? List style nə üçündür? Sonra. List style nə üçündür? Yadınızdadır ki, bunun qabağında sıralama olurdu rəqəm. Hansındır? Yox. Filtr ben niye yazıram ben? Hətta buradadır. Hətta buradadır. Burası məsələ nədir? Mənə left. Bax. Mən hətta. Mən. Kürdistana baxaq. Yox, ABC formunda gedir. Lower Greek. Ama ben yarın gideceğim. Təbii ki. Yarın gideceğim. Nasıl oldu? Ağzını o dedi. Bir şey çıkardı. Ya romana baxaq. Romandakı belədir. Hansı Azərbaycan o birisi dünya ölkələrinə eynidir də, Latın gedir də. Latın budur da. Budur da Latın. Bu Latın əlifbasıdır da. Azerbaycan dedi. Aydın oldu uşaqlar bu. İndi mən kənardan bura font necə qoşa bilərəm? Kənardan font qoşmaq üçün mən gəlməliyəm, ilk öncə fontu yükləməliyəm kompüterə. Yükləmək üçün nə edirəm? Müxtəlif saytlar var. Amma ki, ən güvəniliri Google Fonts'dur. Google Fonts. İstədiyiniz formada burada font tapa bilirsiniz. Məsələn, istəyirəm yazılar belə görünsün. Amma məsələn, buraya yazıram. Salam dünya. Görək fontları necə görürsən. Məsələn, bu fontda belə görünür. Sonra bu fontda belədir. Font qəşəng ya bu. Yazılmış. Bizə yazdırmışıq. Kursiv. Kursiv. Ben bize demiştim ki, ben elimde bazı problemler var. Uşaqdan sonra kimsə. Hansı şey İbrahim adını çəksən, onu tutursan. Yoksa bir daha bana koyarsan şimdi ben de Hə, məsələn, müxtəlif bir dənə font qoşaq. Maraqlı bir dənə font olsun. Deyil bu. Məsələn, bu fontu işləmək istəyirəm. İşləmək üçün nə edirəm? Üstünə buradan bir dəfə. Tamam get font. Ay sağ ol. Bura get fonta. Daha bunu yarışdıram buradan. Burada uşaqlar isə bizim iki yolumuz var qoşmaq üçün. Ya kompüterə işləyə bilərik, ya da link vasitəsilə qoşuruq. İkisini göstərirəm. Link vasitəsilə necə qoşuruq? Buradan buna get embed kod. Bax, mənə formada link verir. Görürsünüz? Kopyalayıram bunu. Gəlirəm, atıram öz CSS-imin yuxarısına. Eşitiz? Yuxarısına. Link şimdi de orada çıkartırsın. Aha. Aydın oldu? Bu tarihinde elim yanılmış. Yanılmış. Sen zoom etdi. Malum üzere. Program var orada. Aynen o. Malum hazırlayacağım. Proqramdır. Hə, sözən. Prosto altın görünmür. Esam. Mən də sələdim burada. Məncə, sözəldir. Hə. Bax, fontu qoşduq. Nədir? Fontu qoşduq, sonra nə edirik? Bax, gəlirəm buradan, fontun adına baxıram. Font family adı budur, düzdür? Kopyaladım bunu. Amma bunu mən nə vaxt edirəm? Linkli qoşandan sonra. Kopyaladım. Atıram, bax bura. Mən bunu götürürəm buradan. Font family. Amma dırnağın çıxdı. Xahiş edirəm, biraz diqqətli olun. Çünki burada boşluq var. Aydın oldu mu? Necə elədik? Hə? Fuat. Başa düşdün Hüseyin? Murad. 100%. Fontun fərqi yoxdur. Şimdi burada olan bütün fontlar o formada qoşulur. Nə olur? Nə edirsən? İndi gəlin tutaq ki, mən fontu yükləyib qoşmaq istəyirəm. Yükləyib qoşmaq üçün nə edirəm? İlk özü yükləməliyəm əlbəttə.
Buradan üstünə download olar. Gəlirəm. Bu mənə bir zip verir. Zipi açıram. Zipin içində bu formada regular var. Atdım bunu bura. Və sonra nə edirəm? Gəlirəm burada. Bir dənə qolluq açıram. Font adında. Nə belə? De görək. Sonra yüklədiyim fontu atıram bu font qolluğuna. İndi bunun adını biraz... Çünki VS Code'da onu göstərə bilmirik biz onu deyir. Fontun adını yazaq. Nə ilə adı? Playwright-dır. Burası mən biraz bunu qısalmaq istəyirəm. Şey yanını ediyorum. Bəli? Yaxşı, gəl. Yavər. Yavər nəsə istəyir. İndi bunu buradan yığışdırıram. Ehtiyac yoxdur artıq buna. Yəni linki də yığışdıraq. İndi yüklədiyimiz fontu necə qoşuruq? İlk öncə gəlib ən yuxarıda yazmalıyam. İşarəsi font face yazıb enter basın. Bu mənə 2 dənə bir element verir. Mən burada nə etməliyəm? İlk öncə burada SRC yerində fontum hardadırsa onun ünvanını bildirməliyəm. ISO yanındadırsa nöqtə slash fontun üstündəki yavər istəyir. Və daha sonra mən bu fonta ad verməliyəm. Ad verməliyəm ki, sonra burada aşağıda çağıran nəmin adını çağırır. ISO. Nə deyək? Yavərin fontu. Yazıq tutaq. Gəlirəm burada H1-də artıq. Font family. Yavərin fontu. Baxaq. Yeni düşdük. Aydın oldu? Kimə aydın olmadı? Kimin sualı qaldı? Niye bu yazsın? Nədir? Yavrum fontu yazsın. Hə. Çok yazsın. Evet. Hadi ne fark var? Yani değişik. Eyni normaldır. Mənə da şükür, mənə da şükür, mənə da şükür. Aydın oldu, başlaşdır. Bəli? Niyə də yox? İyula qədər deyilir sizdə. Biz İyula nə qədər var? Bir ildə uşaqlar. Siz kursa noyabrda gəlmişsiniz? Siz noyabrda gələcəksiniz. Yok da. Oynayabilirsiniz. Ne diyeyim? Sen kimsən? Ne kadar? Maşallah bir tane böyle bir şey diyeyim. Bakın tutaq ki. Bizim HTML-də yazı bir dənə çoxludur. Nə bilim, burada da bir dənəsi var. Bu da H2 tagindədir. Nə bilim, onlar nə etsən yaz. Bir dənə H6 var. Bax, tutaq ki, istəyirəm ki, burada olan bütün fontlar elə olsun. Həmin stildə ol. Hazırda necədir? Bir dənə H1 elədim. Çünki niyə? H1-də elədim. Bir dənə, buna yazmışam. İstəyirəm ki, yox, bütün yazılarda olsun. Onu sonra H6 verir. nə? H1 senin H6 verir. Ulduzun içine yatırmışım. Çünkü ulduz ne demeydi? Ulduz her şeyi müracaat ediyor. Nefes oldu ya. Ha. Aydın oldu mu? Sual var. Sual var. Ölçekli dakikalarla olur. Yani harfler böyle. Ha. Hamza yazırsın böyle. Yine həmişə kimi ə hərfi sözünü deyir. Hərfini götürmür. Amma ki bir dənə sayt var uşaqlar. Font az idi deyəsən. Fontlar az idi. Ne font? Arm yazdım. Font az idi, font az. Font az. Bu sayt nə edir? Hansı fontları ə hərfini dəstəkləyirsə, həmin fontlar burada var. Ben font arm yazdım ne? Saytın prinsipi ə hərfinin fontları necə əlavə edilməsini və mövcud fontlarda necə göründüyünü, heç də tərs olmadığını göstərmək. Hə. Ne fontlar bunlardır? Bassa endirə yüklənir. Burada arm var. Arm değil. Abi font qəşəng aldım. Aldım. Alberto.
Armeni. Ben psikiyatr yardım var. Yaxşı. Aydındır hər şey. Kimin sualı var? Yoktu ben. Sonra sual verməyim. Yaxşı. Vaxtından gəl. Stylist mahnısı. Yəni? Sarı uşaqlar. Baxın, bizdə saytda yəqin ki görmüsünüz. Bütün saytlarda olur o. Var ikonlar. Düzdürmü? Məsələn, bu ikonu, bu telefon ikonu. Ben sen kurabilirsin. Ha. Vurun bir de. Qeydiyyatdan keçirsən. Qeyddən keçsən, sonra yoxlar. Bax uşaqlar. Burada var zəng ikonu, sonra var aşağı ox. Yəni ki, bunlar hamısı şəkil deyil. Bunlar şəkil deyil. Bunlar ikondur. Ben var. Nədir? Benim koltuğda ne var? Aha. Kavru eliyim de. Rus diyorum da. Davul kavru. Ve başka şeyler. İndi uşaqlar, biz ikonları necə qoşuruq öz saytımıza? Saytımıza ikon qoşmaq üçün ilk öncə gəlməliyik, atmalıyıq hansı saytı? font.av.some.com Ben saytlar aldım. Videoya baxarsan. İndi bu sayt nə üçündür? Sırf ikonlar üçündə olan bir saytdır. Gəlin burada ikonsa vururam, iconsa. Və burada istədiyim iconu axtarıram. Tutaq ki, mənə lazımdır. Axtarası. Bəli? Bana her şeyi takılarsınız. Dönerde fast food var. Ha, burger. Döner diyelim. Burger. Nasıl döner? Abi benim şimdi Döner her bir yer döner değil. Ben de yazmıyorum. Önden Yox, heç nə çıxmayacaq. Dönər. Aha. İndi bax, uşaqlar. Məsələn, mənə lazımdır home iconu. Kulu da var. Hemen yapın. Bax, burada pullu versiyada var. Yox, əgər istəyirəm ki, hamısı pulsuz olsun, filini vururam. Hamısı pulsuz versiya görür. aynen Puludur. İndi uşaqlar, mən bu iconu öz saytımda işlətmək istəyirəm. Onun üçün nə edirəm? basın. Üstünə vurdum. Mənə bu formada bir dənə tag verir. Çok kalın. İyi tag verir. Burası klasik fərqlidir. Vurdum üstünə. Gəlirəm, atacam bura. Və görəcəm ki, işləməyəcək. Şey ya. Çünkü uzlaştırmamışım saytına. Saytlar yerler, saytlar şeyleri. Saytın özünün CSS-i var. Ben- Biz gedib linklərin CSS-i qoşmalıyıq. şey söylüyor. De şey söylüyor. Nəyə? Bir şey böyle. O şimdi Bu mənim öz CSS. Şimdi kendi link yazırım, saytın şeyini oraya. Yox, biz yaratmırıq. Yox, elə eləmirik. Bunu yazdım böyle. Gəlin internetdə axtarış yazırıq. Font, Versiyon linki. Epson, CDN. CDN nə deməkdir? Evet. CDN. Content Delivery Network. Azərbaycan tərcümə edeyim. Ehtiyac var. Var. Content-in çatdırılması sistemində formal tərcümə edilməlidir. Yox, olmayacaq. Şuraya gelen son. Evet, ben- Demək ki, olar yazdım Font Epson CDN. Gəlib daxiləm birinci sayta. Və daha sonra bu formada bir dənə CSS var. Link var. Bunu necə götürürəm? Bax, görürsünüz, copy linkdir. Vurdum üstünə, kopyalandı. Gəlirəm, atıram öz CSS-imin yuxarısına. Atdım. İşte, yox. Burada olan. Şimdi bunun CSS-idir. Nə olsun fərqli saytlar? İndi mən öz saytımda başqa saytın linkini qoya bilmərəm. Yok ya. Ha. Ya pardon bilirsiniz. Dereceli kopyalınız zor. Ne dedin? İkisinin özünden birinde okuyorlar linki. Diğer adam birisi oraya. Ya. Ha. Linkten Link həmişə Senin texnolojiyadan başlıyorsun. Bu falan. Yanlışlar, bax, qoşduq və burada ikonu yazdıq. Düzdürmü? Gəldim, yenildirəm səhifəni. Gəl. Gördüm. Sattım. Bəli, çatdırıldı. İndi, sonra məsələn, hansı ikon olsun? Fon. Telefon. Vurdum üstünə, bir dənə də vurdum bunun üstünə kopyalandı. Gəlib atıram hara lazımdır.
Mən üçüncü iqraları JavaScript deyirlər də. Python eləmirlər. C-Sharp. C-Sharp. Ya da C++. Onlar ikinci olan çıxmışlar, C++. Birinci C çıxıb. C++ sonra C++ çıxdı, sonra Python çıxdı. Sonra C-Sharp. C-Sharp çıxdı. Mən sonra sürətli qadərdir. O sən nasıl? Sən necə yazırsan? C-Sharp biraz bilir. Onlarda polisə arasında bağlı oldular. Onlar şu seviyorlar. Seviyorum. O yani kodlar dəyişdirir. Arxa planda proses gedir. Sonra məsələn uşaqlar. Abitidir, GTA-dır, Cyberpunk-dır, Valorant-dır, CS-dir, Dota-dır. Zəhləm gedir. Uşaqlar, bu oyunların hamısı hansı proqramlaşdırma dilində yazılıb C-də? Dota-dan. C-dən uşaqlar, C-də yazılıb. Hamısı yazılıb. Hesabımı taxdım, getdi oynadı. Söyləmədim. O sonra o da Olan C-dir uşaqlar. Nə olsun? Fərqi yoxdur. Fərqi yoxdur. Valla C dili ən məşhur dillərdən, ən köhnə dillərdən biridir və çox çətindir. C. Yox, nə edirəm seni? Gerçəkləri bilmirəm, Allah bilmirəm. Nəyi göstərir? Bir dəqiqə. Kartin fərqasında. Eyvah. Si, de si, c'est pas très... Ben kartin Amma fərqasında. C-Sharp Azərbaycanın çox adam bilir. çox adam da 100 nəfərdən 5 dəfə bilir. Amma baxın ki, o 100 nəfər harada seçirsən. 100 nəfər bilirdi. Sən gəlib Lasman bazarına 100 nəfər seçsən, əlbəttə heç kim bilmir. Yox, deyə kartı. Göstərmişəm, hə. Başqa kompüter mühəndisi olanı bilmirsiniz. Çünki ehtiyacım yoxdur. Bəli, indi Neyim C-lə sayt yazın. Azərbaycanlı. Vaxtında pul versəydilər, yazardılar. Amma Var bir dənə hal-hazırda məşhur oyun. Bir vardı. Bununla. Steam'də də var. Tamam. Yes. Bizim oyundur. Belə deyək, həkimlik oyundur. Niyə qəşəng oyundur? Oradan qəşəng oyundur. 15 dolardı. 9 dollardır. Amma sən gəlin kommentləri ki, baxaq mı, yoxsa yox. Qorxuram biraz. Şimdi böyle bloklar. bir dislike çıxdı. Yox, elə dislike. Yox, heç nə yoxdur. Məndən formada yazıb adam. Koymamak istiyor. Yox, bir dənə şeylər görürüm. İyi, hoş oyun. Ama başarılı olması lazım. Uşaqlar, ümumiyyətlə oyun düzəldəndə oyun düzəltməyə çox vaxt lazım. Her şey için kodlanması. Grafik olur, yine üstüne buraya ne fabrika olur, fabrika düşürsen yerine alır. Mən kimə cavab verim? Bir dənə. Var. Biz de futbol şeyde yapmışlar sezon. Orada toplanan top olurdu ha. Biz de dostumla maşına oturduk. Maşının kısıp topa basanda şeyin altına düşürsen. Grafik altına düşürsen çok adam hep öldürmüştü bizden. Girsən, o ne güzel bir fix deyirlər. Bax, xəritədə boşluq olur orada. Xəritədə boşluq olduğu üçün həmin boşluqdan girirsən. Sonra həmin boşluq doldurur da xəritə. Nəyin doldururlar? Yox, yenidən yox, həmin xəritədən birisi yenə kopyalayır, yenə yapışdırır. Mən onlar da deyirlər, onlar var. Sən onları hardan eşitdin? Mən işte ən populyar kodların içindən biri. Nədir? Ən populyarlardan biri. Code language-dir Angular. Angular nə vaxtdan code language olur? Onların hamısının əsası JavaScript-dən başlayır. Deməli uşaqlar, hamı baxsın bir dənə. Deməli, bizdə frontda nə var? Oyun yox. Frontda nə var? HTML, CSS, var CS. İndi bu formada bir şey çəkəcəm. HTML təkdir, bu yetim. Nə framework var, nə library'si. Çünki HTML proqramlaşdırma dili deyil.
Var CSS. O da değil. Bu da değil. Bunu da değil. Var JavaScript. O öyle proqramda da değil. Bəli. Milyonda da bir şey. Milyon dənə. Deməli uşaqlar, bax HTML heç nə yoxdur. Gəldik CSS-ə. CSS-in nəyi var? Tailwind-i var. Hələ çoxdur, mən bəzən yazdım. Sonra bootstrap-ı var. Sonra nəyi var? Asas var, bəli. Doğrudan. Nəydi adı? Form serisi. Zaten oku. Deməli, bax, bu məsələn CSS-in framework-larıdır. Framework nədir? Belə deyək də, özündən yeni bir kod strukturu yaradaraq, əvvəlki framework necə Öz qaydaları var. hə, öz qaydaları var, özünə məxsus qaydaları var. Amma düz yenə də arxa planda CSS-lə işləyir, amma öz qaydaları var. Mesela çoğusu heykeller var. Mesela Python'da. Mesela benim framework'lar var. Mesela o framework'u bir ama Python bir Aha. heykeller gibi orada. Yoksa o komutlar. Yox. Yok. Cerrah dili var. Sən çünki bilməlisən ki, harada boşluq ola bilər. O boşluq tapmazsan həmin dili bilmə. Bütün dillər bilməz. Fark olmaz. Hamısından bilsən daha yaxşı olar. Bu da Hamısından biraz. Sonra gəldi JavaScript-ə. Hə, necə burada işlər dəyişir. JavaScript dəyişir. JavaScript hə. Hamısını öyrədəcəm. JavaScript-də mobile yazmaq olur. mobile. Hə, Mikro. mobile proqram. Python. Front yazmaq olur. Python harda mobile yaza bilsən? Source. Hə, soruşsan. Olur. JavaScript-lə back yaza bilirsiniz, backend. JavaScript-lə desktop proqram yaza bilirsiniz. JavaScript-lə Yani yazın. bir dənə şəkil var, indi onu göstər. Çaynik var. Aha. Tüm lüləkləri. Sonra oyun yaza bilirsiniz. var o da evde yazıyor. Python. Python'da. Bütün AI'dan Python başlayalım. Mim yazdım yanına. Mim yazsam gələr. Bütün Python'dan başlıyor. Bütün AI'dan Python yazdım. Saf gibi de eklerler Python'da. Ha, yapamazsın. Framework mi? Şeyler arkadaşlar şey yapıyor. Tekniklerde. Yazıyorum sen hediyelerimi. Yox. Necə bu şəkil tapılmadı? Həmişə. Hə, həmişə davamlı çıxır. Çaynik. Çaynik nə idi ingiliscə? Hə. Keyboard. Angular. Angular. Hə, tapdı. Uşaqlar, deməli JavaScript budur. Hamza. Hər bir tərəfə. Python yazır. Bilmiyorum. Hamza. Hər bir tərəfə. Sizlik. Aydın oldu. JavaScript bu formada olan bir şeydir. Və Angular da fronta aiddir. Sən Angularla onu yaza bilməzsən. Əslində o Angulardır. Və məsələn frontda JavaScript-in özünün frameworkları var. Bir də libraryləri var. Library var React. Sonra React-ın frameworku var Next. Sonra Vue library gedir. Framework. Aha. Sonra Vue var framework olaraq. Sonra nə var? Angular. Sonra var Angular. Bu ayrı sahədir. Angular. Sonra şöyle formada gedir. Yox. Bunda bütün səhələr hepsini deyim. Yox. İstəsəz. Özümüz dedim. Özümüz. Sonra nə var? Vue-nun logosu var idi. Hə? Akademiyada bunlar getirilir. Akademiyada bizdə React Native keçirilir. Bunlar yox. Deyənlər yox. Belə. Fasil çıxar qayda.